Xoş gördük, əziz dinləyicilər. Mən həmişə sizinlə ictimai, siyasi, dini mövzulardan danışıram və istəyirəm ki, biz hamımız birlikdə, içi mən qarışıq, bu barədə istər-istəməz məlumatlarımız olsun və ayıq olaq. Baxın, bu günlərdə mən həmişə bilirsiniz, Türkiyədən danışdıqda Türkiyədə olan firqə, məzhəb məsələlərini çox böyük tənqid edirəm. Bəzi insanlar fikirləşir ki, mən bu Türkiyə xalqına olan qərəzimdir. Əksinə, Türkiyə xalqı bizim qardaş xalqımızdır və biz istəyirik ki, Türkiyə dövləti güclü olsun. Bu günlərdə bilirsiniz, ümumiyyətlə Türkiyədə 3 böyük şəhər var. Bu 3 böyük şəhərindən İzmir yeganə sekulyar və kifayət qədər mədəni bir ərazidir. Atatürkün şəhəri sayılır. Kifayət qədər Yunan xalqı ilə də müəyyən bir mədəni bağları olduğuna görə onlar həmişə də müxalifətə səs verirlər, solçulara səs verirlər. Avropa meyilli, Avropa mədəniyyətinə sahib olan yeganə bəlkə şəhərdir. Siz təsəvvür edin, 5 gün bundan əvvəl məhz bu şəhərdə, bu sekulyar şəhərdə məhz mənzil cəmaatinin şeyxini qarşılamaq üçün bəlkə 100 minlərlə insan küçəyə çıxıb, 100 minlərlə insan mənzil cəmaatinin şeyxinin əlini öpməyə çıxıb. Əlini öpmək. Bu bütün İzmiri və bütün İzmir xalqını çaşbaş salıb ki, bu nədir? Bu İzmirdə belə bir şey ola bilərmi? Baxın, yəni mən illərlə demək istədiyim, Türkiyə ilə danışdığım məhz bu firqə məsələləri belə bir bəladır. Bu günlərdə Türkiyədə 3 milyondan çox mənzil cəmaatı var və bunlar dini sektadır. İnanın mənə, Taliban qədər radikal, Əl-Qaidə qədər radikal bir qruplaşmadır. İkinci, İsmail Ağa cəmaatı var, Səmərqəndilər var və yüzlərlə vaqf, yüzlərlə məzhəb və firqə təəssübkeşliyi var və rəhbərləri var. Türkiyə bu günləri əslində qalsa bir ərəb aşirətlərinin vəziyyətinə çevirir. Mən həmişə deyəndə bəzi dostlarımız bunu məndən inciyirlər ki, bu gün Türkiyə qalstuklu Əfqanistandır. Əslində qalsa. Bugün Əfqan xalqından daha parça-parçadır Türkiyə. Sektalara, seksiyalara, nə bilim, firqələrə, cəmaatlərə bölünmüş bir ölkədir. Bax, bu, əlbəttə ki, ölkənin bu vəziyyətə düşməsi böyük bir faciədir və bugünkü hakimiyyətin də bunda kifayət qədər, Ərdoğan hakimiyyətinin də bunda rolu var. Çünki Ərdoğan hakimiyyəti özü də ixvancı bir qola mənsubdur və bu firqələrin genişlənməsinə, bu firqələrin inkişafına böyük bir imkan yaradır. Bugün Türkiyədə həqiqətən sekulyar düşüncə, ölkə mənafeyini düşüncə səviyyəsi artıq ikinci plana keçir. Bax, mən bu təhlükədən danışırdım və bu mənada bildirirəm ki, Azərbaycan xalqı da ayıq olmalıdır. Bu günləri siz düşünə bilərsinizmi, Azərbaycanda hansısa şeyxin qabağına milyonlarla insan çıxsın onun əlini öpməyə? Xeyr, çünki bizdə ona layiq görməyəcəklər. Çünki Allahın dini yalnız və yalnız Allahın buyurduqları Quran-ı Kərimdir. Hansısa şeyxin qarşısında əyilmək, hansısa şeyxin əlini öpmək sonda əlbəttə ki, İrana gətirib çıxardır, Əfqanistana gətirib çıxardır, Səudiyyəyə gətirib çıxardır və inşallah məhz Atatürkün ilkələri ilə böyümüş və inkişaf etmiş, güclənmiş Türkiyə bu mənzil cəmaətlərinin və başqalarının, başqa cəmaətlərin əsiri olmaz. Təşəkkür edirəm diqqətinizə.